Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilən dəyişikliklərə əsasən, fevralın 1-dən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron formada təqdim edilməsi məcburi olacaq. Tələbi yerinə yetirməyən vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 1500 manat məbləğində cərim ediləcək. İşinizi asanlaşdırmaq üçün elektron qısa idxal bəyannaməsinin doldurulması qaydalarını izah edirik. Hər bir sahibkar qısa idxal bəyannaməsini internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı vasitəsilə tərtib edib gömrük orqanlarına göndərə bilər. Bunun üçün elektron imza vasitəsilə şəxsi kabinetə daxil olub, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin siyahısından malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirmə prosesinin onlayn monitorinqi bölməsini seçmək lazımdır. Daha sonra yeni düyməsini sıxaraq açılan səhifədə bəyan etmə ilə əlaqədar əməliyyatları həyata keçirirsiniz. Ümumi bölmə. Bəyannamənin daxil edilmə tarixi və Amerika Birləşmiş Ştatları dollarının milli valyuta ilə ifadə olunmuş məzənnəsi avtomatik olaraq doldurulur. Bəyannamənin forması bölməsindən 11 qısa idxal bəyannaməsi seçilir və qəbul etmək düyməsi sıxıldıqdan sonra yalnız doldurulmalı olan qrafalar aktiv qalır. 15A qrafasında göndərən ölkənin kodu seçilir. Sistem tərəfindən avtomatik olaraq qrafa 15 doldurulur. 17 və 17A qrafalarında müvafiq olaraq təyinat ölkəsinin adı və kodu göstərilir. Qrafa 19-da mallar konteynerdə keçirildikdə 1, əks halda 0 seçilir. Qrafa 22-də malların invoice dəyərini ifadə edən valyutanın kodu seçilir. Qrafa 29 2 hissədən ibarətdir. Sol yarım bölmədə sərhəd gömrük orqanının kodu, sağ yarım bölmədə isə adı seçilir. Qrafa 49 doldurulmur. Qrafa 50-də gömrük bəyannaməsində və onun qoşma vərəqlərində göstərilən məlumatları təsdiq edən bəyannaməçinin adı göstərilir. Qrafa 53 2 hissədən ibarətdir. Sol yarım bölmədə təyinat gömrük orqanının kodu, sağ yarım bölmədə isə adı seçilir. Qrafa 54-də bəyannamənin doldurulduğu yer və tarix, həmçinin 14-cü qrafada göstərilən şəxs tərəfindən malların bəyan olunmasına vəkaləti olan şəxsin adı və soyadı göstərilir. Yaddaşa yaz düyməsini sıxıb, xarici iqtisadi fəaliyyətin iştirakçısı bölməsinə keçirsiniz. Xarici iqtisadi fəaliyyət iştirakçısı bölməsi. Qrafa 2-də göndərən və ya ixracatçı barədə məlumatlar qeyd olunur. Hüquqi şəxsin adı və ünvanı, fiziki şəxsin isə soyadı, adı, atasının adı və ünvanı yazılır. Bu qrafada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini qeyd etmək tələb olunmur. Həmçinin əlavə məlumat üçün qeyd qrafası nəzərdə tutulub. Qrafa 8. Malları qəbul edən və ya idxalatçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsi daxil etmək üçün sağ yarım bölmə sıxılır. Açılan pəncərədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini yazdıqdan sonra OK düyməsi sıxılır və digər xanalarda məlumatlar avtomatik olaraq doldurulur. Eyni qaydada qrafa 14-də bəyannaməçi və ya təmsilçi barədə məlumatlar doldurulur. Bəyannaməçi mal sahibidirsə, 8-ci və 14-cü qrafalarda eyni məlumatlar göstərilir. Yaddaşa yaz düyməsini sıxıb nəqliyyat bölməsinə keçirsiniz. Nəqliyyat bölməsi. Qrafa 21. Sərhəddən keçən nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatlarını daxil etmək məqsədi ilə yeni düyməsini sıxaraq açılan pəncərədə müvafiq xanalar doldurulmalıdır. Nəqliyyatın adı, nömrə nişanı, həmçinin nəqliyyatda olan malın çəkisi daxil edilir. Ölkə yarım bölməsi siyahısından nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin 3 rəqəmli kodu seçilməklə doldurulur. Daha sonra nəqliyyat qaymələrinin tipi, adı və tarixi barədə məlumatlar daxil edilir. Əgər malların B7 kitabçası əsasında daşınırsa, bu zaman həmin sənədlər barədə məlumatlar göstərilir. OK düyməsini sıxmaqla yazılan məlumatları əlavə edirsiniz. Yaddaşa yaz düyməsini sıxıb mallar bölməsinə keçirsiniz. Mallar bölməsi. Mallar yarım bölməsində yeni düyməsini sıxaraq açılan pəncərədə müvafiq xanalar doldurulmalıdır. Qrafa 32-də bəyan olunan malların sıra nömrəsi avtomatik olaraq göstərilir. Qrafa 33-də malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 10 rəqəmli kodu yazılır. Kodu bilavasitə daxilidə və ya sağdakı köməkçi siyahıdan seçə bilərsiniz. Qrafa 34. Müvafiq siyahıdan malın mənşə ölkəsinin kodu seçilir. Məlumat üçün bildirək ki, mənşə ölkəsi dedikdə malın tamamilə istehsal və ya kifayət qədər emal edildiyi ölkə nəzərdə tutulur. Qrafa 35-də malın brutto çəkisi göstərilir. Brutto çəki malın qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi hesab olunur. Qrafa 38.
Malın netto çəkisi brutto çəkisindən fərqlənirsə, bu zaman müvafiq düzəlişlər aparılır. Malın netto çəkisi qablaşdırma vasitəsi nəzərə alınmadan malın xalis çəkisidir. Qrafa 41. Bəyan olunan malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturasındakı ölçü vahidinin kodu əks olunur. 33-cü qrafada xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodu seçildikdə bu qrafa avtomatik doldurulur. Qrafa 42. Mövcud qanunvericiliyə uyğun olaraq 22-ci qrafada göstərilmiş valyuta ilə bəyan olunan malın invoice dəyəri daxil edilir. Qrafa 31-də mal haqqında dəqiq məlumatlar göstərilir. Malların təsviri xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əsas qaydalarına uyğun olaraq aparılır. Mallar konteynerdə gətirilirsə, bu zaman konteyner yarım bölməsində onun nömrəsi və çəkisi yazılır. Daha sonra yer sayı barədə məlumat daxil edilir. OK düyməsini sıxmaqla yazılan məlumatları əlavə edirsiniz. Bəyan olunan malın tərkibində platin, qızıl və ya almaz elementləri olarsa, müvafiq yarım bölmədə yeni düyməsini sıxaraq açılan pəncərədə malın adı seçilir, həmin mal barədə məlumatlar daxil edilib, tətbiq düyməsi sıxılır. Əks halda bu yarım bölmə doldurulmur. Qrafa 44-də malın üzərindəki gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazım olan sənədlər haqqında məlumatlar göstərilir. Sənədin 4 rəqəmli kodu seçilir. Sənədin kodu yarım bölməsində 4011 xarici iqtisadi sövdələşmənin həyata keçirilməsi zamanı bağlanan müqavilə kodu seçildikdə sənədin PIN kodu yarım bölməsinin doldurulması tələb olunur. Daha sonra sənədin nömrəsi, verildiyi tarix və etibarlıq müddətinin son tarixi yazılır. Yaddaşa yaz düyməsini sıxıb yekun bölməsinə keçirsiniz. Yekun bölməsi. Yekun bölmə 4 addımdan ibarətdir. Birinci addım, müvafiq məlumatları əlavə edin. Qoşma vərəqlərin sayı göstərilməklə yaddaşa yaz düyməsini sıxırsınız. Invoice, nəqliyyat və digər müşahidə sənədləri skan edilərək müvafiq xanalara yüklənir. İkinci addım, gömrük bəyannaməsini yoxlayın. Məntiqi yoxlama düyməsini sıxmaqla siz qısa idxal bəyannaməsinin doldurulması zamanı yol verdiyiniz səhvlər barədə məlumat əldə edə bilərsiniz. Əgər səhvlər mövcuddursa, müvafiq düzəlişlər aparılmalıdır. Üçüncü addım, gömrük bəyannaməsini imzalayın və təsdiq edin. Elektron bəyannaməni elektron qaydada imzalamaq üçün imzala düyməsini sıxdıqda, sizin mobil telefonunuza 4 rəqəmli kod SMS vasitəsilə göndərilir. Kodun düzgünlüyünü yoxlayıb, PIN2 kodu yığaraq elektron bəyannamənin imzalanmasını təsdiq edirsiniz. Bəyannamə uğurla imzalanıb lövhəsi göründükdən sonra ekranda görünən şərtlər və qaydalarla tanış olursunuz və təsdiq edirsiniz. Dördüncü addım, gömrük bəyannaməsini rəsmiləşdirmək üçün ümumi səbətə göndərirsiniz.